Möhtərəm müsəlmanlar, hər şeydən əvvəl özümü və sizi Allahdan qorxmağa çağırıram. Allahdan qorxmağı tövsiyə edirəm. Və həqiqətən Allah öz qullarına qarşı çox lütufkardır. Allahın öz qullarına olan lütfu böyükdür. Və buna görə də Allah Taala müəyyən vaxtlarda, müəyyən mərasimlər və müəyyən ibadət mövsümləri edib ki, qullar, bəndələri bu mərasimlərdə, bu vaxtlarda öz əcirlərini, öz savablarını artırsınlar. Və bu mövsümlər, bu mərasimlərdən eləsi var ki, gündəlik təkrar olunur. Məsələn, 5 vaxt namaz, cəmaatda qılınan 5 vaxt namaz kimi. Və mərasimlərdən eləsi var ki, həftədə bir dəfə olur. Məsələn, cümə namazı kimi. Və elə mərasimlər var ki, bunlar ildə bir dəfə təkrarlanır. Və bunlar da bayramlardır. Ramazan və Qurban bayramı və həmçində həc kimi. Və bu mərasimlərin Allah Taala bizə buyurmağında məqsəd odur ki, insan öz savablarını artırsın və həmçində imanını artırsın və dində sabit olmasına yardımcı olsun. Və bu mərasimlərdən biri də Zilhiccə ayının ilk 10 günüdür. Və Zilhiccə ayının ilk 10 günü, hansı ki biz hal-hazırda bu 10 günün içindəyik, həqiqətən ilin digər günlərin içində xüsusi yeri var. Və necə ki Ramazan ayının son 10 gecəsi fəzilətli gecə olduğu kimi, həmçinin Zilhiccə ayının ilk 10 günü də ilin digər günlərindən üstündür, fəzilətlidir. Və İbn Abbas radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Allah qatında Zülhiccə ayının ilk 10 günündə yerinə yetirilən əməllərdən daha fəzilətli, daha üstün əməl yoxdur. Və sahabələr soruşurlar ki, ya Rasulullah, hətta Allah yolunda cihad belə, və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, hətta Allah yolunda cihad belə. Yalnız o kişidən başqa ki, malı ilə və canı ilə və malını və canını təhlükəyə ataraq Allah yolunda cihada gedir və şəhid olur. Yəni bu insandan başqa digər əməllər bu 10 gündə ən fəzilətli əməllərdəndir. Və həmçinin də bu günlərdə, buna görə də müsəlman və mömin kəs bu günlərə, Zilhiccə ayının ilk 10 gününə yetişdikdə nafilə ibadətləri çoxalmalıdır. Həmçinin də Quran oxumağı, həmçinin də sədəqə verməyi və s. istənilən bir yaxşı əməli gərək bu günlərdə əsirgəməsin. Və həmçində oruc da tutmaq olar. Yalnız bayram günü istisna olmaqla, yəni Zilhiccə ayının 10-cu günü bayram günüdür. Və bayram günü oruc tutmaq olmaz. Digər 9 gündə isə oruc da tutmaq olar. Və həmçinin bu günlərdə edilən əməllərdən biri də zikri çoxaltmaqdır. Və necə ki, Buxari rəvayət edir, İbn Ömər və Əbu Hureyra Zilhiccə ayının ilk 10 günü girdikdə bazarlara çıxardı və həmçində küçələrə və bazarlara və həmçində zikri demək, səslərini zikr etməklə qaldırardılar. Və Zilhiccə ayının ilk 10 günündə həmçinin Arafa günü var. Və necə ki, Ramazan ayının son 10 gecəsində Qədir gecəsi fəzilətli olduğu kimi, Zilhiccə ayının ilk 10 günündə də Arafa günü fəzilətli gündür. Və bu günü Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə oruç tutmağı buyurub. Və bu oruc Arafa günü, yəni Zilhiccə ayının 9-cu günü, Arafa günü tutulan oruc, necə ki hədisdə gəlir,
bir il əvvəlki və həmçində bir il sonraki, yəni bir il sonraki günahları, kiçik günahları bağışlayır. Və Cabir ibn Abdullahdan radiyallahu anhu rəvayət edir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur: Afdalul əyyami yevmu Arafə. Günlərin ən fəzilətlisi, ən fəzilətli gün Arafa günüdür. Və həmçində Arafa günü həcdə olanlar, həc ibadətini yerinə yetirənlər həccin ərkanı olan Arafa günü Arafada cəmləşirlər. Və həmçində hədisdə gəlir ki, həmən günü Allah Teala dünya səmasına enir və Arafada olanlara baxaraq özünü öyür mələklərin yanında. Və bu gün duaların qəbul olan günlərindən biridir. Və həmçinin Zilhiccə ayının ilk 10 günündə Qurban bayramı var. Və Qurban bayramı Zilhiccə ayının 10-cu günüdür. Və Qurban bayramı böyük bir ibadət olan həcdən sonra gəlir. Və həmçində fikir versək, Ramazan bayramı da böyük bir ibadət olan orucdan sonra gəlir. Yəni, hər iki bayram böyük bir ibadətlərdən sonra gəlir. Və Qurban bayramında ən fəzilətli əməllərdən biri də qurban kəsməkdir. Yəni, dünyanın hər bir yerində müsəlmanlar Allahın onlara verdiyi nemətə şükür əlaməti olaraq qurbanlar kəsirlər. Və bu qurbanlardan həm özləri yeyir, həm də kasıb və yoxsulları yedizdirirlər. Və Qurban bayramı İslamın ayinlərindən biridir. Və qurban tək bizim ümmətə deyil, bizdən əvvəlki ümmətlərə də buyurulmuşdur. Allah Teala Quran-ı Kərimdə Həcc surəsi 34-cü ayədə buyurur: وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنْسَكًا لِيَذْكُرُوا اسْمَ اللّٰهِ عَلَى مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ. Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik. Müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərək Allahın adını çəksinlər. Və sonra Allah Teala ayənin ardından buyurur: فَإِلَٰهُكُمْ إِلَٰهُ وَاحِدٌ لَهُ أَسْلِمُوا وَبَشِّرِ الْمُخْبِتِينَ. Sizin məbudunuz tək olan ilahdır. Yalnız ona itaət edin. Sən müti olanlara müjdə ver. Həcc surəsi 34-cü ayə. Və həmçində bizə də Allah Teala qurban kəsməyi buyurub Quran-ı Kərimdə. Və Həcc surəsi 28-ci ayədə Allah Teala buyurur: لِيَشْهَدُوا مَنَافِعَ لَهُمْ وَيَذْكُرُوا اسْمَ اللّٰهِ فِي أَيَّامٍ مَعْلُومَاتٍ عَلَى مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْبَائِسَ الْفَقِيرَ. Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, sıxıntı içində olan yoxsullara da yedirdin. Həcc surəsi 28-ci ayə. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Mədinədə qaldığı günlərdə, ömrünün Mədinədə qaldığı illərində hər il qurban kəsmişdir. Və Abdullah ibn Ömər radiyallahu anhumə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinədə 10 il qaldı və hər ildə qurban kəsirdi. Və qurban kəsməyin əhkamları var, yəni şərtləri, vacibləri və həmçində müstəhəbləri var. Və istərdim ki, bu şərtlərə və həmçində bu müstəhəblərə toxunum. Çünki qarşıdan qurban bayramı gəlir. Birinci qurbanlığın hökmünə gəlincə, qurban kəsməyin hökmü alimlər iki rəydədirlər. Bir rəy budur ki, vacibdir. Yəni, imkanı olan hər bir kəsə qurban kəsmək vacibdir. Və lakin ikinci rəy isə budur ki, bu sünnə müəkkədədir. Yəni, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin daim yerinə yetirdiyi sünnələrdən biridir. Və alimlər buyurur ki, deyirlər ki, vacibə daha yaxındır. Çünki bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, və hədisi də Şeyx Albani həsənləşdirib. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur: kimin imkanı ola qurban kəsməsə, o zaman bizim qurbangaha yaxınlaşmasın, bizim namazgaha yaxınlaşmasın.
Və həmçində Peyğəmbərimizin sallallahu aleyhi və səlləm hər il qurban kəsməsi də onun vacibə daha yaxın olmasını bizə göstərir. Qurbanlığın şərtlərinə gəlincə isə, yəni qurbanlıq heyvanın şərtlərinə gəlincə isə, ilk növbədə şərtlərdən biri budur ki, qurbanlıq heyvan mal qaradan olmalıdır. Və mal qara dedikdə, dəvə, inək, camış, keçi və həmçində qoyun. Yəni, bu heyvanlardan biri olmalıdır. Digər heyvanlardan qurban kəsmək olmaz. Yəni, toyuq, ördək və s. bu kimi heyvanlardan xoruz, demək, qurban kəsilmir. Şərtlərdən ikinci şərt budur ki, qurbanlıq heyvan şəriətin buyurduğu yaşa çatmalıdır. Və bu yaşda dəvə 5 illik olmalıdır, camış və inək üçün 2 illik, keçi 1 illik, qoyun isə 6 aylıq, yəni ən azı 6 aylıq olmalıdır. Və növbəti şərt, heyvan eyibsiz olmalıdır. Çünki Allah Taala gözəldir və həmçində ən gözəl olanı qəbul edir. Və eyiblər isə bunlardır. Təkgöz olmamalıdır. Və həmçində təkgöz dedikdə burada qiyas olunur buna tək buynuz, tək qulaq və s. bu kimi eyiblər olmamalıdır. İkincisi, xəstə olmamalıdır. Yəni, o dərəcədə xəstə olmamalıdır ki, artıq zəifləyib və s. Üçüncüsü, axsaq olmamalıdır. Və çox arıq olmamalıdır. Və bu eyiblərdən, demək, qurbanlıq heyvan bu eyiblərdən salamat olmalıdır. Və əgər, bir şey qeyd edim ki, əgər heyvanın qulağında və ya buynuzunda biraz demək, kəsik və ya qırıq varsa buynuzunda, bu heyvan bunun üçün eyib sayılmır. Yəni, bu demək, eyib sayılmır. Həmçinin şərtlərdən biri də qurbanı kəsən insanın mülkü olmalıdır. Yəni, ona sahib olmalıdır. Oğurluq və s. olmamalıdır. Və 5-ci şərt, heyvan vaxtında kəsilməlidir. Yəni, vaxtından əvvəl və yaxud sonra kəsmək olmaz. Vaxtı isə, qurbanlığın vaxtı qurban bayramından sonra başlayır. Və qurban bayramından əvvəl kəsilən heyvanlar isə sayılmır. Yəni, sahibi yenidən kəsməlidir. Və bu əvvəl vaxtıdır. Amma son vaxtı isə qurbanlıq, yəni qurban bayramından 3 gün sonraya, yəni ümumən 4 gün ərzində kəsilə bilər. Qurban bayramı günü və həmçinin qurban bayramından sonra 3 gün, yəni təşrik günləri. Və Əbu Burda İbn Niyar radiyallahu anhu rəvayət edir ki, bir dəfə o qurban bayramı günü heyvanını tez kəsir. Və biləndə ki, qurban bayramından tez kəsmək olmaz, Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmə müraciət edir və deyir ki, mən istədim ki, mənim heyvanım ilk kəsilən heyvan olsun. Və Peyğəmbərimiz sallallahu aleyhi ve səlləm ona buyurur ki, sənin kəsdiyin heyvan yalnız ətlik koyundur. Yəni, saymadı onun qurbanını. Və növbəti şərt, kəsəndə şəriətin buyurduğu qaydada olmalıdır. Yəni, Allahın adı çəkilməlidir, Bismillah deyilməli və həmçində şəriətin buyurduğu qaydada kəsilməlidir. Və Bismillah dedikdən sonra təkbir də gətirmək olar və həmçində dua da eləmək olar ki, Allah qəbul etsin. Və şərtlərdən biri də budur ki, qurban Allahdan qeyrisi üçün kəsilməməlidir. Yəni, Allahla yanaşı başqa bir ad və yaxud Allahdan başqasının adını çəkmək olmaz. Və həmçinin də qurbanlıq şirk olan yerlərdə, yəni Allaha şərik qoşulan yerlərdə, pirlərdə, qəbir üstlərində və s. bu kimi yerlərdə də kəsilməməlidir. Və əgər belə bir yerdə kəsilibsə, artıq o heyvanın ətini yemək haramdır. Və həmçinin bir qoyun bir ailə üçün kəsilir. Və ailə başçısı, demək, bir qoyunu öz ailəsinin adından kəsir. Və həmçinin əgər bir insanın 2 və daha çox ailəsi varsa, yəni yoldaşı varsa və ailəsi varsa, o bir qoyun kəsməsi kifayətdir.
və dəvə və inəyə isə 7 ailə şərik ola bilər. Yəni 7 nəfər şərik ola bilər. Və qoyun qurbanlıq heyvanın, yəni qurban kəsməyin müstəhəblərinə gəlincə isə müstəhəbləri budur ki, heyvanı qibləyə çevirmək müstəhəbdir. Və həmçində müstəhəbdir ki, iti alətlə kəsilsin. Yəni heyvana əziyyət olmasın deyə. Və həmçinin əgər özü kəsirsə, insan özü üçün kəsirsə, demək qeyd etməlidir ki, Allahın bu, yəni niyyətdə qeyd etmək müstəhəbdir ki, Allahın bu mənim adımdandır. Və əgər başqası üçün kəsirsə, bu zaman müstəhəbdir ki, kəsəndə qeyd etsin ki, bu başqası üçündür. Və həmən insanın ailəsi adından kəssin. Və bəyənilməyən əməlləri gəlincə isə, küt alətlə kəsilməsi və heyvana əziyyət verilməsi olmaz. Və hətta bəziləri bunu haram olduğunu bildirir. Və həmçində heyvan baxa-baxa bıçağı itiləmək və ya bir heyvanı digər bir heyvanın qarşısında kəsmək və s. bu kimi hallar xoşa gəlməyən hallardır. Və həmçinin də xoşa gəlməyən, bəyənilməyən əməllərdən biri budur ki, bəziləri heyvanı kəsir və heyvanın canı çıxmamış boynunu qırır. Və bu da bəyənilməyən əməllərdəndir. Və qurbanlıq əti paylamağa gəlincə isə, qurbanlıq ət 3 yerə bölünür. Və bu 3 hissədən bir hissə insan öz ailəsi üçün saxlayır. Bir hissəsini hədiyyə olaraq qohumlara və həmçində yaxınlara verir. Və 3-cü hissəsini isə kasıblara. Və həmçinin qeyd olunması məsələlərdən də biri budur ki, bəzən şahidi oluruq ki, bəzi qəssablar qurbanlıq əti adı ilə heyvan kəsir və yaxud inək kəsir və bunu satırlar. Və həmçində belə bir əməl şəriətə uyğun deyil. Yəni qurbanlıq əti satmaq olmaz. Və həmçində bəzi insanlar evində qurbanlıq ət olsun deyə gedir bu ətdən alır və hesab edir ki, artıq buna heyvan kəsmək ehtiyac yoxdur. Yəni və bu da günümüzdə yaşanan bəzi demək xətalardan biridir. Və qurbanlıq barədə qısa olaraq bunu qeyd etdim və mövzu daha genişdir. Amma əsas məsələlərə toxunduq. Və Allahdan istəyirəm ki, Allah bizi eşidib faydalardan etsin. Allah bizim ibadətlərimizi qəbul etsin. Əqulu qavli həzə və əstəğfirullaha li və ləkum və lisəiril musliminə min kulli zəm fəstəğfiruhu innəhu huvəl qafurur rahim.